Salam müəllimlər, bugünkü mövzumuz detalların yivli birləşmələri mövzusudur. Yiv, silindrik səthin xaricində və daxilində vitvari xətt üzrə açılmış qanovcuqdur və silindrik səthi açılmış yiv iki növdə olur. Xarici yiv və daxili yiv. Nədir xarici yiv, nədir daxili yiv müəllimlər? Xarici yiv adından göründüyü kimi xarici silindrik səthlərdə olur. Daxili yiv isə daxili silindrik səthlərdə açılır. Dedik ki, yivin iki növü var. Xarici və daxili yiv. Detalların yivli birləşmələrini müxtəlif qurğularda da rast gəlinir. Yivli birləşmələrin əsas elementləri bolt, mil, vint, qayka və şaybadır müəllimlər. Dedik ki, hansıdır müəllimlər? Bolt, mil, vint, şayba və qaykadır. Gəlin görək müəllimlər. İlk növbədə bolt nədir? Bolt şəkilə də diqqət yetiririk, şəkil üzərində təhlil edirik. Bir tərəfində başlıq, baxın müəllimlər, bir tərəfində başlıq, digərində isə yiv olan silindrik mil şəkilli bərkitmə detalıdır və boltun üzərinə alt üzlü qayka vintlənir. Boltda açar sözümüz nədir? Başlıq sözü, başlıq. Mil şəkilli bərkitmə, alt üzlü qayka sözü boltun açar sözüdür. Mildə açar sözümüz nədir? Hər iki ucunda yiv açılmış, silindrik çubuq sözü, silindrik çubuq formalı bərkitici detaldır. Milin bir ucu birləşən detalın birinə vitlənir, digər ucunu isə qayka burulur. Milin vitlənən ucunun uzunluğu salındığı detalın materialından asılıdır. Bir daha qeyd edirəm, mildə açar sözümüz. Hər iki ucunda sözü, silindrik çubuq formalı sözü, vitlənir sözü və salındığı detalın materialından asılıdır sözü bizim açar sözümüzdür mildə. Bəs vint nədir? Bir tərəfi başlıqlı. Baxın, dedim bir tərəfində başlıq boltdur, amma başlıqlı sözü varsa bu zaman vinti götürürük. Digər tərəfində birləşdirilən detallardan birinə yivin köməyi ilə daxil olmağa imkan verən mil şəkilli, yəni silindrik və konusvari çıxıntılı bərkidicidir. Vintdə açar sözümüz başlıqlı sözü, çıxıntılı bərkidici detal sözü açar sözümüzdür. Bəs şayba nədir? İki tərəfi açıq deşik olan diz şəkilli detaldır. Qayka və boltun başlığının altına yerləşdirilir ki, və dirəndiyi səthin sayısı böyüsün və ya sıxılan zaman birləşdirən detalın səthi cızılmasın. Şaybada disk şəkilli sözü, böyüsün və sıxılan zaman detalın səthi cızılmasın sözü açar sözümüzdür. Qayka isə deşiyi və daxilində yiv olan detala deyilir. O detalın bolt və mil birləşmələrinə tətbiq edilir. Burumların istiqamətinə görə yivlər iki cür olur. Sağ və sol. Sağ və sol. Baxın, istiqamət sağ tərəfə, istiqamət sol tərəfə müəllimlər. Sağ yivli qayka və vint saat əqrəbinin istiqamətində, sol yivdə isə saat əqrəbinin əksinə fırladılır. Və elementləri millimetrlə, yəni metrik sistem vahidinə verilən yiv metrik yiv adlanır. Xarici və daxili metrik yiv M hərfi ilə və yivin xarici diametrini göstərən ədədlə, məsələn, M8, M16 ilə göstərilir. Desək ki, xarici və daxili metrik yiv hansı hərflə işarə edilir, deyirik M. Daxili deyiriksə, daxili M8-i götürürük. Xarici deyirsə, M16-nı götürürük müəllimlər. Xarici yivin açılması üçün isə pafda ilə pafda saxlayandan istifadə edilir. Pafda, pafda saxlayan. Yadımızda saxlayırıq müəllimlər. Pafda, pafda saxlayan. Baxın, pafda, pafda saxlayan dəstək. Pafda iki tərəfi açıq deşikli olan və kəsici kənarları tiyəmələ gətirən yiv açan qaykaya oxşayır və möhkəmləndirilmiş karbonlu xüsusi alət poladdan hazırlanır. Demək, nədən gedir söhbət? Pafdadan müəllimlər, pafda. Pafda saxlayanda bərkidilir. Harda bərkidilir? Pafda saxlayanda. Pafdanın kəsilən milin üzərinə vitlədikdə onun tiyələri səthə batır və vitli xətt yivi açır. Yaranan metal yonqarlar deşikdən çıxır. Daxili yivin açılması üçün isə yiv burğusu və onu saxlayan tərtibatdan istifadə edilir. Çığırıq yiv burğusunu saxlayan tərtibata deyilir. Deməli, daxili yivdə yiv burğusu və onu saxlayan tərtibatdan istifadə edilir. Yiv burğusu, çığırıq. Baxın, çığırıq, yiv burğusu. Yiv burğusu isə qanovcuq, kəsici hissə və quyruq hissədən ibarətdir.
Dərsimizin izahı bu qədər müəllimlər.